Ictimai növlərindən biridir o. Qəribəm, Yox, çox bir dənə üzr istəyirəm. söz deyim, Bir dəqiqə olar mı? dayanın. Xahiş edirəm, mənim sualıma cavab verin. O məsələdən başlayaq. Siz dediniz ki, indi siz indi bildirdiniz ki, bu qız o dərmanları qəbul edir, yata O iynə bilmir. vuruldu. Amma Quran surəsini oxuyanda Bəli, o qız sakitləşir və yatır. Qizmən, bu birinci Elə bir qüvvə ondan yox bu oldu. birinci faktdır. Yəni bu birinci fakt artıq ki, Düzdür, təsdiqlənir o ki, iynə burada hansı qüvvə olduğunu. Yəni niyə görə Quran surəsi, yəni o boyda ağır iynə təsir etmir. Qurban oldum Allaha. Bir dənə o Quran surəsi gələn kimi qız Bir dənə də söz deyim, müəllim, olarmı? Çox maraqlı. Bu ən stresi namaz qılanda belə olubdur. Namaz qılanda dəsmadan sol tərəfinə yıxılıb həmişə. Aha. Artıq məlumdur Görərsinin yəni. yanına gedir, deyir, məni çağırırlar. Ondan birisi iynə vurulandan yatmayıb dizim üstünə. Ürəyimdə Allahu Əkbər olmuşam başının üstündə, sağ əlimi qoyub üstünə. Bunu heç mən bölümdəki heç ağzımı açılmasa, bu da işin bilməzlə danışıram. Əlini götürüb başını üstünə ki, Qızımız inanır ki, sağalacaq. Özündən soruşaq. Siz inanırsınız ki, sağalacaqsınız. İnan Onda var. böyük formada inamsızlıq Yox. var. Hə? Necə? İnanmırsınız ki, sağalacaqsınız? Yox. Niyə qızım? Bir dəqiqə dayan. Cinlərini qaldırmışıq Öjəyə Qizməlim. Hə? Jon cinlərini biz oyatmışıq. Müəllim, bir də O Öjə burada çox istənir, özünü deyir. Bəlkə hücum da eləyə bilər bizə. Yox, siz Allah belə Elgiz şeylər mənim olmaz. bizə gəlmə. Baxdan Həsən bəyə də müşahidə aparıram, xanıma da. Həsən bəyin hərəkətlərinə xanım çox pis qıcıqlandırıcı hərəkətlər, reaksiya verir. Həsən nə edir ki bəyəm? Mən Həsən bəyə də müşahidə altında saxlayıram, xanımı da. Xanım Həsən bəyin hərəkətlərinə çox aqressiv reaksiya verir. Mən hətta burada oturmağa qorxuram. Yəni onun cinlərini oyatdım mən. Bəli. Onu oyatdım. Xanımın cinlərini oyadıbdı. Xanımın içərisində hal-hazırda Bir cin dəqiqə var. xahiş edirəm, bir Çox dəqiqə. üzr istəyirəm. Biz reklamlara ayrılırıq Sabir müəllim. Reklamlara ayrılırıq. Reklamlardan sonra söhbətimizi davam etdirərik. Reklamlara ayrılırıq. Reklamlardan sonra söhbətimizi davam etdirərik. Vallahi mən həyatımda belə şeylər görməmişdim və